və növbəti iştirakçılar dəvət olunurlar. Amin Quliyevin adı səsləndiriyəsən. Bəli. Biz yenə də deməli Grand Prix-yə keçdik, Grand Prix döyüşlərinə. Amin Quliyev və Arzuman Qədimov. Maraqlı döyüş olacaq, enerji dolu döyüş olacaq. Bütün tamaşaçıları diqqətlə bu döyüşü izləməyə çağırıram. Amin Quliyev artıq ringə daxil olur. Bəli, ringə inamlı adımlayır. İlk döyüşdə inamlı qələbə qazanmışdı. Əli Qasımov üzərində qalib gəlmişdi gənc idmançı. Amin Quliyevi digər, belə deyək, böyük əksəriyyət idmançılardan fərqləndirən əsas amillərdən biri odur ki, Amin Quliyev həmişə formadadır. Hər hansısa bir nailiyyətdən sonra özünə çox uzun müddətli bir istirahət vermir və yaxud da o məşqçiləri ona uzun müddətli istirahət vermir və daim formadadır, belə deyək. Bu da onun çox böyük üstünlüyüdür və peşəkarlığından xəbər verir. Arzuman Qədimovun adı səsləndi və indi o da səhnəyə daxil olmalıdır. Yaş və 35 yaş. Amin həm gənc, həm enerjili, həm də təcrübəlidir. Digər gənc idmançılara nisbətdə digərləri gənc, enerjili, ancaq təcrübəsiz idilər. Bəli. Arzuman Qədimov da indi artıq səhnədədir. Amin Quliyev az yaşına rəğmən çox böyük nailiyyətlər əldə edir. Maraqlı döyüş olacaq. Hər ikisi erkən qələbə qazanmışdı ilk döyüşlərində. Arzuman Qədimov Elçin Qasımov üzərində, Amin Quliyev isə Əli Qasımov üzərində qələbə qazanmışdı. Hər iki idmançının qüvvətli və sürətli zərbələri var. Ona görə hər an hər şey ola bilər. Maraqlı döyüş olmalıdır. Beləliklə döyüş başlayır. Daha hərəkətlidir Amin. Bəli. Düşünürəm Amin seriya zərbələrdən istifadə etsə daha yaxşı olar. Ancaq Amin özü və məşqçi skunatları daha yaxşı bilər. Çünki Arzuman ağırdır.
tutarlı zərbələr, tək-tək zərbələr, tutarlı zərbələr vurur. Yenə də orada su qalıb. Yox, qaydasındadır. Amin daha çox hərəkət edir. Arzuman isə yerində qalır və ayağından çox pis zərbə aldı. Dizdən aşağıya zərbə vurdu. Çox pis zədədir. Yəqin ki, döyüş dayandıracaqlar. Çox pis zədədir. Hərəkət eləyə bilmir. Çox pis zədədir. Topuqdan dəydi. Bəli. Dizdən aşağı, topuqdan qismən yuxarı. Çox pis zərbədir, ayağını yerə basa bilməyəcək. Məşqçilər döyüşü dayandırsa daha yaxşı olar. Çünki ayağını yerə basmaqda bilmirsə, daha ağır zərbələr buraxıb, daha ağır zədə ala bilər. Artıq görünür ki, ayağını yerə basa bilmir və diz qapağının qisməti altından. Bax, basa bilmədi burada. Bu vəziyyətdə döyüşü davam etdirməyin heç bir anlamı yoxdur. İlk zərbə dəyəndə hiss eləmədi, ancaq ayağını yerə basanda artıq ayağını yerə basa bilmədi. Amin Quliyev enerjisinə qənaət eləyə finala doğru getdi. Bu döyüşdə qalib müəyyənləşir və qeyd edək ki, Sportun efirində qarşıdakı saatlarda futbola aid proqramlar var və eyni zamanda bugün bilirsiniz ki, UEFA Çempionlar Liqasında play-off keçid oyunları başlayır. Odur ki, yayımlarımız məhz bununla bağlı davam edəcək. Bu döyüşdə qalib bəllidir. Beləcə biz artıq canlı yayımda efirimizi başa vurmalıyıq, dəyərli tamaşaçılar. Bizi izlədiyiniz üçün təşəkkürlər.